Şaftal nektarını da götürdüm. Бұл жерде 2 жаштагы бак экен, тамчылатып сугаруу менен интенсивдүү өрүк бак ледикот деген өрүгүн көрсөтүп атат. Рудикот. Рудикот, ледикот деген. Бул бак тамчылатып сугаруу жана биздин эле жанагы KGB'нин форма бутосунда буталат. Бұл жерде 8-10 бутак болуш керек дейт. Кийинки жылдан эме кое берет экен. Азыр эми кийинки шабдоолу бакка өтүп келатабыз. Бул эне бак катары. İki yolu geçti. Kaça budak bunlar? Ha? Kaça budak? Burada 4 budak olması 4 budak olmaz. Biraz bu qalınlaşıb, burada çox budaqlar verib. Burada yaşıl budama olur. Şimdi bu işler bitsin, 1-2 günə yaşıl budama başlayacaq. Şaftalidə nədir? Yaşıl budama başlayacaq. 4 lider saxlanılır. 4 lider saxlanılır. İçəriyə gələn budaqlar götürülür. Çölə gedən budaqların da ucları vurulur meyvə üçün. Uc vurması vacibdir. Nədir məsələ? Şaftalda şöyle yapıyoruz. Mesela bu il bu budaqdan meyvə aldıqsa bu budaqdan. Bu budaq deyək ki meyvə verdi bu il. Bu il gələn il qışda. Bunu 2 gözdən kəsirsən. 2 gözdən keyin kəsərsən. 2 gözdən kəsirsən, buradan yeni cavan budaq alırsan növbəti il meyvə üçün. Bunu artıq kəsdin. Bu da misal üçün deyək ki, növbəti il buradan çıxdı, meyvə verəndən sonra yenə bunu 2 gözdən kəsirsən, cavanlaşdırırsan şəftalidən. Həm yeni budaqda 1 il, bu budaqdan 1 il meyvə alırsan, sonra artıq bunu 2 gözdən kəsib buradan budaq alırsan. Belə dəyişə şaftalını biz şey edirik. Sonra 4 lider ilə yekunlaşdırırıq, 4 lider. Çünki bunda çox lider saxlasan meyvənin kalibrası düşəcək aşağı. İyi, meyve çok olur. Çok olacak. Zaten çok olur. Biz o birisi bahçemize sattırabilsek bizim burada şaftalın bahçemiz var. Orada gideriz. O büyük bir bar. Orada 4 yaşında bir bar. Biz orada seyretme edirik. 4 parmak seyretme edirik. Жаңы сорттор экен. Бул эне багуу үчүн колдонуп турган бактар түрдүү бутак кылат экен. Запас менен кошумча мөймө алган бутактарды алмаштырып турабыз дейт. Нектарин курчабайс болбойт кошпойт по-моему, да? Булар орит, булар дарылап турат экен. Nektarin eğer gec verən nektarindirsə 60 ton da ala bilərsən. 55-60 ton ala bilərsən gecdirsə. Erkəncidirsə 45-50. Yaşlı şaftalida 25-30, gecdirsə 35. İyi baxmışsansa, iyi olsa 35 də ala bilərsən. Yəni maksimal. Amma kimsə desə ki, yaşlı şaftalida mən 50 ton, 60 ton alıram, bu yalan. Olmaz. Çünki yaşlı şaftali keçki sortlardan 60 tonunu alsa olur. Nektarində. Nektarində bəli olur. Sweetlady-dən ala bilərsən. Sweetlady geçdi bir çeşit, büyük bir çeşit. Sweetlady 60 tonlarını. Geçti var mı nektarinde? Var, geçti nektarinler var. Hangisi var? Sweetlady'dən də geçti olması lazım. Ben bir bakarım Skulente. Skulente yoxladın mı sen hiç? Yok. Skulente var. Ondan başka da geçti nektarlar var. Anarda var siyah. Şimdi bakarıq ona. Bizde burada Azərbaycanda ən çox istifadə olunan çeşitlər PSB. PSB-də orada yeni bir çeşit çıxan kimi artıq Azərbaycanda var. Baxırıq, iyi bir çeşitdirsə həmən alıb istifadə edirik. PSB-nin nemesinde var. Burada bizim o birisi bağa gedəcək. İndi gedib baxarıq oraya. Orada məsəl üçün Gardet da var, Netix var. İspanların bir çeşidi Netix. Deyərəm hansı şirkət yadımdan çıxdı. Var, Guax var, Netix var bizdə. Ya PSB-nin çeşidləri. Bunlar şeydir, koddular. Lady Cod, Rouge Cod qayısılar. Qaysı dep örük de yetişet, qaysı dep. Bizde Batkende kaysa dep koyat ga, ular da qaysı dep aytat eken. Kaysa dep aytча mı? Batkende kaysa deyт да. Ertep şardı o. Жоқ, өрүктөрдүн как болгон немелерин баягы сыгылгандарды кайса деп коет. Булар да кайсы деп айтат экен. Netafim bu mu? Siz bunu mu dersiniz? Bilmirəm o netafimdir yoxsa yox. Bax. Мына туугандар, биз азыр питомникке келдик, көчөттөрүн көрүп жүрөбүз. Буларда эгер бизге жага турган болсо, эгерде сигиздерге дагы жага турган болсо, байланышып биз дагы алып бара турган болсок, сиздерге алып барсак болот да. Сиздер Багастар Кыргызстан каналы болду. Тынч аман болуңуздар туугандар.